Salam, hər vaxtınız xeyirli olsun əziz tamaşaçılarımız. Həftənin bazar günüdür və yenə dəyişməz saatımızda və Baxımlı kanal ATV-də sizinlə bərabərik. Bu mövsümdə məhz ustamız proqramı olaraq, komanda olaraq çalışacağıq ki, siz dəyərli tamaşaçılarımızı inşaat sahəsindəki yeniliklərdən xəbərdar edək və mövcud problemlərlə bağlı məhz siz tamaşaçılarımızın yanında olaq. Qeyd edeyim ki, ustamız proqramı bu mövsümdə yeniliklərlə gəlib. Artıq o yenilikləri və yeni rubrikalarımız haqqında sizə irəliləyən dəqiqələrdə məlumatları diqqətinizə çatdıracağıq. Sosial şəbəkələrdə bir usta tərəfindən video çəkildi və öz sosial şəbəkə səhifələrində paylaşılmışdı. Xırdalan şəhərində MTK-ların birində təmir prosesi zamanı məsələ tikintidə olan problemlər ortaya çıxdı və məhz bu görüntülər insanlar tərəfindən də çox böyük müzakirələrə səbəb oldu və artıq rəsmi qurumlar da münasibətini bildirdilər. O görüntüləri siz tamaşaçılarımıza təqdim edək və studiyamızdakı ekspertlərimizlə məsələ tikinti normativlərindən, təmir normativləri haqqında daha geniş şəkildə müzakirə aparaq. Görüntülərimizi öncə tamaşaçılara təqdim edək. Qardaş, əllə beton qaşınaq? Yox, qaşınmaq. Bir problem olsa mən bunun altından çıxarlarım. Bu insafsızlığa yol verərəm. Əziz tamaşaçılarımız, görüntülərimizi izlədik. Mən istəyərdim ki, vaxt itirmədən qonaqlarımı sizə təqdim edim. Belə ki, bizim studiyamızın daimi ekspertlərindən olan və bizim dəyərli dostumuz Elel Qrup şirkətinin rəhbəri Əli Mirzəoğlu bizimlə bu mövsümdə bərabərdir. Xoş gəlmişsiniz. Təşəkkür edirik. Və digər qonağımız yenə bizim dostlarımızdandır və öz sahəsində, inşaat sahəsində xüsusilə kifayət qədər təcrübəsi olan dəyərli ekspertimiz Evim İnşaat şirkətinin rəhbəri Əhməd İkramoğlu studiyamızın qonağıdır. Xoş gəlmişsiniz. Və nəhayət, Bakı Memarlıq Layihələri Bürosunun rəhbəri, Fövqəladə Hallar Nazirliyinin yanında İctimai Şuranın katibi Məhəmməd bəy bizimlə bərabərdir. Məhəmməd Məmmədov. Tikinti və təmir normativlərindən danışacağıq. Ümumiyyətlə, inşaatda sizin də suallarınız olarsa 055-808-76-47 nömrəsi ixtiyarınızdadır. Şikayətlərinizi bizə yaza bilərsiniz. Bu həftədən etibarən bizim artıq anonslarımız var, yoxlama rubrikamız var. Əgər sizin evinizdə təmir prosesi gedirsə və yaxud da ki, hansısa bir fərdi usta iş aparırsa və həmin ustanın və yaxud da ki, şirkətin işinə bir şübhəniz varsa bizə müraciət edirsiniz. Bizim komandamız gəlir, məhz həmin hadisə yerində yoxlama aparır və nəticələri təbii ki, həm tamaşaçılarımıza göstərəcəyik, təqdim edəcəyik, həm də ev sahibi də biləcək ki, evində işin keyfiyyəti hansı səviyyədə aparılır. Anonsumuzu təqdim edək. Proqramın sonuna doğru isə maraqlı görüntüləri sizin diqqətinizə çatdıracaq. Bugünkü çəkilişimiz məsələ Sumqayıt şəhərində, belə deyərdim, MTK-ların birində, yaşayış komplekslərinin birində fərdi bir mənzildədir. Yoxlama başladı. Ustaların işi buradan bəllidir. İcazə vermir, yəni çəkiliş olsun. Sərt və obyektiv baxış. Əyirlikləri düzəltməyə mənə ödəniş edir, eləmir axı. Buna bax, bu belə şey olur, belə. Bu dəfə ustaların gördüyü natamam işlər, qeyri-standart təmir və məsuliyyətsiz yanaşma yoxlamadan necə keçəcək? Bizim ustalarımız bizə müdaxilə edir, amma biz buna rəğmən yoxlamamıza start veririk. Ustalar tutulan iradılara etiraz etdi. Qüsur saymırsınız. Yox, qüsur deyil, o yəni paltar yolun dalında qaldı, yəni ora vurmasan da. Sən yavaş qalx, sən gəlib burada lazımsız iradlar keç gediyənə. Məhəmməd bəy, başlayaq elə sizdən. Çünki siz həm də Fövqəladə Hallar Nazirliyinin yanında İctimai Şuranın katibi olaraq fəaliyyət göstərirsiniz. Ümumiyyətlə, tikinti normativlərindən bir danışardıq. Elə layihələndirmədən başlayaq. Kadrları izlədik. Bu bütün ictimaiyyətə məlum görüntülərdir. Burada əslində mən düşünmürəm ki, layihələndirmə bölməsində hər hansısa bir problem olar. Çünki bu layihələndirmə mərhələsində layihəçi təşkilatdan tutmuş, onun aidiyyəti üzrə ekspertizadan keçirilməsi, tikinti icazə verən orqan və eyni zamanda onu inspeksiya edən bir təşkilat var. Layihələndirmə mərhələsini inspeksiya edən bir təşkilat var. Və bu baxımdan mən düşünürəm ki, layihələndirmə mərhələsində hər şey məqsədə uyğun və qanuna müvafiq olaraq həyata
keçirilib ki, artıq bina belə deyək də 2015-ci ildən bəri belə deyim inşa olunubdur və hal-hazırda mövcud vəziyyətdə bu problem artıq üzərindən 10 ildən çox keçməsindən sonra bu problem aşkarlanıbdır. Bu birbaşa tikintinin istehsalı və orada istehsalatı və texnologiyası ilə bağlı olan bir problemdir və təəssüflər olsun ki, orada mərhələ-mərhələ həm tikintini icra eləyən MTK rəhbərliyi, eyni zamanda da o nəzarət edən orqanın müəyyən belə deyək də məsuliyyətsiz addımları var. Bunlar öz əksini tapıb və bunun da nəticəsində artıq bu günləri orada betonun belə deyək də əl ilə qaşına səviyyəyə gəlib çıxması belə deyim meydana gəlibdir. Bu problemin əslində həlli yolu indiki vəziyyətdə yəni yoxdur. Çünki yəni orada hər hansı bir gücləndirmə tədbiri ki, artıq həmin belə deyək də binada biz yenidən yoxlamalar təbii keçirilməlidir ki, bu əsas belə deyək daşıyıcı sütunlardırmı, yoxsa necə? Düz orada müxtəlif rigellərdən söhbət gedir əsasən. Problem rigellərdə idi. Amma onu bir dəfə daha belə deyək də diqqətlə və daha dəqiq analiz aparmaq lazımdır. Bununla bağlı müvafiq icra hakimiyyəti orqanı Fövqəladə Hallar Nazirliyinin Dadaşov adına olan İnşaat Materialları İnstitutudur. Yəni onların da bununla bağlı yenidən bir araşdırma aparması daha məqsədə müvafiq demək olar. Amma indiki vəziyyətdə, indiki situasiyada bu problemin qaynaqlanma səbəbi tikinti istehsalatında və tikintinin texnologiyasında, ora inşaat zamanı olan belə deyək də o məsuliyyətsiz, eyni zamanda qeyri-peşəkar yanaşmanın göstəricisidir. Çünki bu günləri Azərbaycanda, xüsusilə Bakı şəhərində hündürmərtəbəli binaların tikilməsi artıq bir vüsət halını alıbdır. Bu belə deyək də, yəni davamlı bir silsiləvi şəkildə davam eləyir. Və bu problemlərdə bəzən zaman-zaman belə deyərdim də şahidi oluruq. Bəli, bunların da bəli, bu Bakı şəhərində olan sıxlıq ərazilərdə, regionlarda, xüsusilə Bakı ətrafı ərazilərdə də bu sıxlıq daha çox hiss olunur da belə deyək. Amma ümumilikdə isə burada əsas məsuliyyət MTK rəhbərliyinin və onun belə tikintisi zamanı orada iştirak edən mühəndis heyətinin və icraçı heyətin üzərinə düşməkdədir belə deyək. Təşəkkürünüzü bildiririk. Mən istəyərdim Əhməd müəllim, sizin də fikirlərinizi alaq. Sizin münasibətiniz bir inşaatçı olaraq. Çox sağ olun. Təşəkkür edirəm dəvətiniz üçün. Deməli, mən də videoya baxdım. O binanı tikən şirkət beton sifarişini çox güman ki, hansısa bir X bir şirkətə həvalə eləyibdi və o beton istehsalçısından qaynaqlanan problem ola bilər. Çünki beton qarışımlarından da çox şey asılıdır. Orada suyun nisbəti, sementin nisbəti və yaxud tərkibindəki olan sürətli quruma, gec quruma proseslərinə görə bu proses, bu beton tikilən zamanı, beton qurulan zaman hansı fəsildə baş veribdir. Yəni bunlara görə artıq qatqılar nəzərdə tutulur. Yəni birinci beton şirkətini, yəni istehsalçısını məncə bu məsələyə cəlb eləmək lazımdır. İkinci məsələ artıq tikinti prosesində o betonu vuran zaman bəzi normativlər var. O normativ qaydalara riayət eləmək lazımdır. Hansı ki, betonu vurduqda orada vibrasiya deyilən alətlər var. O alətlərlə beton vibrasiya olunmalıdır ki, betonun tərkibindəki olan hava qabarcıqlarıdır və yaxud da ki, qəlibin dib yerlərinə gəlib çatmama kimi bir xüsusiyyət olmasın deyənə vibrasiya prosesi ilə bütün o beton hər tərəfə yayılır və içindəki olan hava qabarcıqları çıxır. Bu proses zəif olduğu təqdirdə beton başlayır parçalanmağa, ovulmağa, yəni hava qabarcığı qalanda, vibrasiya düzgün olmayanda və yaxud ümumiyyətlə olmayanda görürsən betonda bəzi yerlərdə qəlib söküləndə armaturlar görsənməyə başlayır. Yəni beton gəlib ora çatmayıbdır. Yəni əslində proses çoxdur, hava şəraiti də təsir edə bilər. Mövzu geniş mövzudur. Bununla bağlı saatlarla danışmaq olar. Beton, belə deyək də, biz bu hüquqi tərəfdən isə subkvadratçı təşkilat gəlir həmin beton hissəsində iştirak eləyir. Amma subkvadratçı olsa belə, onun ümumi binanı təhvil verən, binanı tikən və onu təhvil təslimində iştirak eləyən hüquq subyekti MTK-nın özüdür. Ola bilər beton firması, belə deyək, biraz məsuliyyətsiz yanaşa bilər, biraz nisbətən soyuq yanaşa bilər məsələyə. Amma yenə də bundan
asılı Əsas olmayaraq, məsuliyyət əsas düşür məsuliyyət MTK-nın MTK-nın üzərindədir. Bu işə nəzarət mexanizmini də MTK özü maraqlı olmalıdır. Yəni üçüncü tərəf də dəvət eləyə bilər ki, MTK, hansı ki bu günləri Bakıda gedən tikintilərdə çox təcrübəyə rastlanılır. Üçüncü tərəf kimi ya Fövqəladə Hallar Nazirliyinin dediyim kimi Dadaşev İnstitutunu dəvət eləyə bilər və yaxud digər özəl şirkətləri dəvət eləyə bilər. Zaten Fövqəladə Hallar Nazirliyi zaman-zaman siz bilirsiniz ki, mərtəbələr qalxdıqca bunların hər birini onların bir tikinti kitabçası olur və tikintiyə nəzarət kitabı olur. Orada müəyyən qeydlər aparılır və mərhələ-mərhələ bu razılaşdırıla gedir və sonunda da binanın istismara hazırlığını da Fövqəladə Hallar Nazirliyi təsdiq edir. Və buna nəzarət edən müvafiq icra hakimiyyəti orqanı Fövqəladə Hallar Nazirliyidir. Amma burada sahibkarın özünün də bir sosial həm məsuliyyəti olmalıdır. Nəinki sosial məsuliyyəti. Eyni zamanda bunun öhdəlik və vəzifəsidir. Çünki orada mənzil satılanda, mənzil alqı-satqısı olunanda onların hüquqi müddəaları olur müqavilələrində. Təhlükəsizliyi təmin etmək, inşaat materiallarının keyfiyyətinə nəzarət mexanizmi və s. və axır. Bunlar yenə də ümumi olaraq şirkətin üzərinə düşən bir yükdür. Ola bilər, armatur satan armaturu fərqli formada istehsal edər və yaxud beton satan fərqli üzr eləyə bilər. Orada plastik işini görən şirkət fərqli üzr yanaşma eləyə bilər. Keyfiyyətli və yaxud keyfiyyətsiz. Amma yenə də bütün ümumi cəmləşmə şirkət, yəni mənzili təhvil verən şirkətin üzərindədir. Bu günləri heç kəs nə beton firmasını axtarmır, heç kim nə plastiki quraşdıran axtarmır, nə armatur axtarmır. Hər kəs şirkətin üzərinə düşür ki, bu binanı mənə sən satmısan. Amma əslində onlar hamısı cəlb olunmalıdır. Əgər burada hüquqi bir məsələdir. Hətta məncə o mərtəbə binalar betonu tökmə prosesi gedəndə o dediyiniz o proses ki var, fövqəladə gəlib təsdiqləyir, nəsə razılaşma olunur. Həmən o proses zamanı belə beton zavodun, çünki birinci proses nə gedir? Betonun tökülməyi, beton vurulmaq. Betonun daxilində nələr var? Armaturlar var. Yəni dəmir armaturlar, onların toxunuşu var. Hətta orada görülən işlər də nəzarət olunur. Və işçi heyəti. Deyək ki, bunlar ayrı-ayrı qurumdur. Beton toxuyan qəlibçilər, bunlar bir subpodrat şirkətidir, betonu verən başqa bir subpodrat şirkətdir. Amma bunların lisenziyası varmı? Armaturu satan da başqa bir şirkətdir. Bunların armaturun lisenziyası olmalıdır. Bu işçi heyətinin, orada işləyən işçi heyətinin lisenziyası olmalıdır. Beton verən şirkətin hər betona görə, hər partiya betona görə verdiyi bir lisenziya olmalı, sertifikat olmalıdır. Bəli. Yəni bu sertifikatlar hamısı toplanılır, nəticə etibarı ilə verilir fövqəladəyə. Fövqəladə də ona baxandan sonra qərar verir ki, misal üçün bu tikinti davam eləyə bilər. Amma burada bir dənə nüans var. Nüans budur ki, ola bilər ki, beton zavod bütün sertifikatı verib. Armatur tam sertifikatlıdır. İşçi heyəti də yüksək kalitədədir. Amma həmən mənzilə düşən, deyək ki, tavandır və yaxud trigeldir. Sırf o hissədə ola bilər ki, laqeyd yanaşma olubdur. Bunu fövqəladə görməyə də bilərdi. Gəlib bütün binanı bütün hər bir rigeli, hər bir kolonu detalına qədər yoxlamır ki, yəni gözdən qaçan bir nüans da ola bilər. Ona görə düşünürəm ki, orada sırf tam binanı belə deyək, betonun keyfiyyətsiz olmağını günahlandırmaq olmaz. Ola bilər ki, sırf o mənzilə düşən hissə bəxti gətirməyib, həmən yerə zəif, misal üçün, vibrasiyası olmayan bir beton verilibdir. Ona görə də orada ovulur. Mən düşünürəm ki, belə bir proses var. O videoda baxdınız ki, jurnalist yaxınlaşır digər mənzilə, orada amma o problem yoxdur. Ola bilər, belə bu prizmadan da hal yaşana bilər. Beton qarışdıran maşın gəldiyi zaman, yəni o davamlı mikser qarışmadığı zaman su yığılır və su yığıldığı zaman orada böyük mərtəbəli binadır, işçilər məsuliyyətsizlik eləyə bilər. Həmin o suyu birinci yerə boşaltmaq lazımdır ki, betonda o keyfiyyətsizlik olmasın. Orada çox güman ki, mənim öz təxminlərimə görə su sement balansının pozulması prosesi baş verib və burada biz deyirik, dünya standartlarına baxsaq beton markaları, ən güclü Alman marka betonlar var. Hal-hazırda M500 və yaxud C67-yə qədər gedib çıxır Avropa standartlarında. Amma bizim bu binada zəif betondan istifadə olunsa belə o hal yaşanmamalıdır. Demək ki, burada işçiliklə bağlı bir problem olub. Məsuliyyətsizlik çox güman ki, işçilikdir. Çünki əgər o hal bütün binada olsa, o bina o şəkildə qala bilməz. Və heç orada yaşayış mümkün olmaz. Əlbəttə olmaz. Çünki orada cüzi miqdarda insan səhvi, insan faktoru problemi var və
Yoldaşların da vurğuladığı kimi Əhməd bəy də vurğuladı. Vibrasiyanın önəmi çox önəmlidir. Yəni o vibrasiyanın qəlibin prosesində qəlibləmə elə bir şeydir ki, bəzən biz qəlibləməyə baxırıq standart bir proses kimi mexaniki. Xeyr, elə bir şey deyil. Qəlibləmə prosesi o qədər önəmlidir ki, bu beton verməmişdən öncə. İlk öncə sıx olmalıdır, qəlibin özünün yağı var, yağ sürtküsü olmalıdır ki, o 14-28 gündən sonra qəlibləmə prosesindən çıxandan sonra betonda həmin proseslər yaşanmasın. Əhməd bəyin də vurğuladığı kimi vibrasiyanın önəmi də ondan ibarətdir ki, həmin o çox vaxt indi bizi izləyənlər başa düşməz bu vibrasiya niyə eləyirik. Orada biz rigeldə, kolonlarda istifadə eləyirik armaturlar. Bu armaturların dövlət standartları var, sertifikasiyası, sonra lisenziyası. Bunlar təbii ki, olmazsa olmazdır. Çox güman onlarda olub. Amma burada həmin o armaturun özünün qoruma payı var. 30-40 sm. Gördüyünüz kimi o ovulma varsa demək ki, heç o balansı belə qorumayıblar. Demək, burada birinci qəlibləmə prosesimiz yanlış gedib. Bu bir. İkincisi, ola bilər hava şəraiti, Əhməd bəy də bayaq vurğuladı. Araşdırmaq lazımdır. Həmin binada betonu hansı hava şəraitində veriblər. Bilirsiniz ki, betonu, bəli, əlbəttə 5 dərəcədən aşağı olanda həmin proses baş verə bilər. Eyni proses 5 dərəcədən aşağı olanda yaşana bilən bir haldır. Hətta 400 marka betonda belə. Yəni, bugün insanlara onu da deyək ki, yəni sabahları özlərinə ev tikirlər, villalar tikirlər və yaxud apartmanlar, binalar. Betonun markasının güclü olmağı önəmlidir. Amma burada işçiliyin və məsuliyyətin önəmi betonun markasından daha çox önəmlidir. 250 marka betonla siz çox keyfiyyətli bir iş əldə edə bilərsiniz. Nəinki 400 marka betonla heç bir keyfiyyəti olmayan bir iş əldə edə bilərsiniz. Bir əlavə eləmək istəyirəm. Bu elə bir problemdir ki, bu həmin binanın belə deyək də yaxın 2 ildə, 3 ildə, 5 ildə tikildikdən sonraki mərhələlərdə önə çıxacaq bir problem deyil. Ola bilər, hər şey qaydasında olub, okey. Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Təhlükəsizlik Agentliyi gəlib, aidiyyəti üzrə baxıb, təhvil alıb binanı, istismari icazə verilibdir müvafiq dövlət orqanları tərəfindən. Çünki istismari icazə prosesində bu çox önəmli məsələlərdən biridir, binanın keyfiyyətli olması. Və hər şey qaydasında və uzun müddətdən sonra bu problem indi aşkarlanıb. Yəni 10 il bundan əvvəl olunan hər hansısa bir texniki bir səhv, bir məsuliyyətsizlik bu günləri biruzə verir. Yəni onu, həmin vaxtda da gəlib inspeksiya olunsa belə onu aşkar eləmək mümkün olmazdı deyə düşünürəm. Mən bura əlavə eləmək istəyirəm. Demək, bildiyimiz kimi, yəni məncə bu beton tərəfdən hər kəs bilməli olan məlumatdır. Beton öz möhkəmliyini illərlə artıran bir məhsuldur, materialdır. Yəni, əgər bu proses olubsa, bu öncədən olub. Çünki beton getdikcə möhkəmlənir. Bəli. Siz gedib yaxınlaşıb baxsaz, 20 il bundan qabaq verilmiş betona, onları dağıtmaq 2 il öncə verilmiş betondan daha çətindir. Çünki betonun tərkibində müəyyən miqdar su hissəcikləri olur, qabarcıqlar və zaman keçdikcə, nəfəs ala bilən bir varlıq olduğu üçün beton, ona görə zaman keçdikcə möhkəmliyin bərpa edir. Mən bu fikirlə sizdə bir kiçik razı deyiləm. Ona görə ki, bu proses mənə görə işçilik səhvidir. Ola bilsin ki, orada ya qəlibləmə prosesində, ya vibrasiyada, ya su, sement balansı və yaxud da maşın, beton gətirən maşın orada 1.5 saat fırlanıb qarışdırılmalıdır ki, su hissəciyi qalmasın. Bəli. Və mərtəbəni bir öyrənsək, neçənci mərtəbədir? Çünki o şlankı verirlər, hansı ki, beton gələn mərtəbədə. O gələn hansıdır ki, onun ağzında nə qədər su gəlib. Onun da riyazi hesablanması var. Mərtəbəyə görə nə qədər suyun gəlmə balansı var. Və o su gəlibsə, qəlibin dibində qalıbsa, vibrasiyadan da istifadə eləməyiblərsə, beton da çox güman ki, olub daha zəif markalar, bu proses yaşanıb. Bu da bizim o uğurlu müştərimizin evinə dəlalət edib. Dolğun, maraqlı fikirlərə görə bir daha hər üçünüzə təşəkkürümü bildirirəm. Alqışlayaq zəhmət olmasa. Yoxlama başladı. Ustaların işi buradan bəllidir. İcazə vermir, yəni çəkiliş olsun. Sərt və obyektiv baxış. Əyillikləri düzəltməyə mənə ödəniş edir, eləmir axı. Buna bax, bu belə şey olur, elə. Bu dəfə ustaların gördüyü natamam işlər, qeyri-standart təmir və məsuliyyətsiz yanaşma yoxlamadan necə keçəcək? Bizim ustalarımız bizə müdaxilə edir, amma biz buna rəğmən yoxlamamıza start veririk. Ustalar tutulan iradılara etiraz etdi. Qüsur saymısınız. Yox, qüsur deyil, o yəni paltar yolun dalında qaldı, yəni ora vurmasan da.
Mən yavaş bax, sən gəlib burada lazımsız iraatlar keç videoya. Proqramımızın baş sponsoru VK markasıdır. Qeyd edim ki, VK markası yüksək keyfiyyətli plastikdən pəncərə və qapı sistemlərinin, həmçinin qatlanan və sürgülü sistemlərin hazırlanması və istehsalı prosesində dünya liderlərindən olan VK AG konserinin törəmə istehsalat müəssisəsidir. VK AG bazarda 1969-cu ildən çalışır. Azərbaycanda isə 20 ildən çoxdur ki, artıq öz keyfiyyətli qapı və pəncərə profillərini müştərilərə təqdim edir. İstər paytaxt Bakımızdan, istərsə də bölgələrimizdən siz də VK məhsullarını sifariş edə bilərsiniz. Ekranda nömrələri izləyirsiniz. Həm rəng çeşidi baxımından, həm də keyfiyyət baxımından bir daha xatırladıram ki, bazarda rəqibi yoxdur. Ona görə də seçiminiz elə ən etibarlı olan VK brendi olsun. Digər sponsorumuz olacaq Tenova brendi. Qeyd edeyim ki, Tenova şirkəti təqdim etdiyi məhz SVP Nova kafel metal tənzimləyici məhsullardır. Məhz peşəkar ustaların seçimidir. Ukrayna istehsalıdır və istənilən inşaat mağazasına yaxınlaşmaqla məsələ Tenovanın da kafel metal tənzimləyici məhsullarını əldə edə bilərsiniz. Gold Banyo bir Azərbaycan brendidir. Əziz tamaşaçılarımız, qeyd edim ki, proqramımızın xüsusi sponsoru olan Gold Banyo 2019-cu ildən hamam mebeli istehsalçısı olaraq topdan və pərakəndə satışla məşğuldur. Gold Banyo brendinin istehsal etdiyi modellər alt gövdə, üst hissə və keramik olmaqla 3 hissədən ibarətdir. Məhsulların istehsalında Rusiya güzgülərindən, Türkiyə istehsalı vakum petlə və təbii mərmərdən, farfor keramikadan və premium boyalardan istifadə olunur. Preslənmiş PVC materialdan istehsal olunan hamam mebelləri suya davamlıdır. Beynəlxalq ISO və məişət sertifikatına malik Gold Banyo brendi istehsal etdiyi məhsullara 5 il zəmanət verir. Qeyd edək ki, Gold Banyo məhsullarını istənilən inşaat mağazasına yaxınlaşmaqla məhz əldə edə bilərsiniz. Bəli, əziz tamaşaçılarımız, davam edirik. ATV kanalında ustamız proqramı öz işini davam etdirir. Mən istəyərdim ki, bizim tamaşaçılarımızdan sualı olan var. Buyurun, zəhmət olmasa. Mənim münsiflərə bir sualım var. Deməli, deyək, mən getdim, ev aldım. Evə baxdıq, ev padmayaqdır. Beton, amma yəni keyfiyyətini necə bilə bilərik? Bu aldığımız, məsələn, evin betonun keyfiyyəti var, yoxsa yox? Yəni, bizim anlayışımız yoxdur, başımız çıxmır da. Yəni, biləm ki, münsiflər yaxşı cavablandırar. Məsləhətləriniz varmı, yəni, mənim kimi ev alanlara bu barədə? Deməli, oradakı əslində proses bundan ibarətdir ki, o nə hər hansısa bir ustanın və yaxud da sizin gözlə görə biləcəyiniz bir məsələdir. Hətta onu yoxlayacaq mütəxəssisin belə, yəni gözlə gəlib baxması ilə alınacaq bir məsələ deyil. Bununla bağlı xüsusi kalibrasiya olunmuş cihazlar var. Hansı ki, bu cihazlar vasitəsilə beton yoxlanılır, onun deməli, tərkibində olan, daxilində olan armaturlar yoxlanılır, hansı sinif armaturdur və eyni zamanda betonun növü deməli, orada təyin olunur və bunun əsasında rəsmi formada bir hesabat sizə təqdim olunur. Bunu siz hər hansısa bir ixtisaslaşmış bir layihə təşkilatında elətdirə bilərsiniz və yaxud da, belə deyək də, Fövqəladə Hallar Nazirliyinin bununla bağlı müvafiq icra hakimiyyəti orqanı Dadaşov adında İnşaat Materialları İnstitutu var. Orada da müqavilə əsasında bunu belə deyək, yoxlada bilərsiniz. Bu, sizə aid olan məsələ, sizə maraqlı olan məsələni daha detallı, daha dəqiq və müfəssəl formada aydınlaşdıra bilərsiniz. Təşəkkür edirik Məhəmməd bəy. Əli bəy, əlavəniz var? Məhəmməd bəy məncə çox dolğun məlumat verdi bununla bağlı, amma çox təəssüflər olsun ki, biz laqeydlik edirik. Əslində, Məhəmməd bəyin dediyi tərəfdən biz hər məsələyə yanaşsaq, yəni ev aldığımız zaman, çünki bu riskli bir məsələ ola bilər, xüsusilə də seismik zonalara ətrafında olan binalardan çox yaxşı olar. Onun üçün də bir meyar var, aparat var, ölçə bilərsiniz. Bu biraz bəlkə qarşı tərəfdə qıcıq yarada bilər ki, bəs ev alırsınız, alınmısınız, başqası alacaq, amma onun üçün də yaxşı olar, sizin üçün də yaxşı olar ki, yəni gələcək evinizin möhkəm olmağı məncə hər kəsin xeyrinə olar. Nəinki evi satandan sonra bu proseslərin çıxıb sosialda anti-PR reklam olmağı nə qədər uyğundur. Onların özləri bu mərhələni biraz belə cəmiyyətə açıq, öz alıcılarına açıq formada, öz veb saytlarında, platformalarında, sosial media hesablarında
belə deyək də və eyni zamanda hansı ki alqı-satqı ofislərində, öz alqı-satqı ofislərində bunu artıq bir belə deyək də bir sənəd olaraq əllərində hazır vəziyyətdə saxlasınlar və hansı ki sifarişçi deməsəm belə, sifarişçi çünki tikinti mütəxəssisi deyil, bəzi sifarişçilər belə deyək də bu barədə ümumiyyətlə maraqlanmaq belə fikrində deyirlər. Sadəcə beyinlərində yeganə fikir mən bir ev alım, onun içinə girim, xoşbəxt firavan yaşayım. Bu beyində olduqları üçün daha yaxşı olar ki, elə tikinti şirkətləri özü bundan bağlı bir təşəbbüskarlıq göstərsin. Çünki nə də olsa onun belə deyək, bu biznesidir, onun işidir, onun sferasıdır və elə öz sferasında da o güvəni sifarişçi istəmədən elə özü təqdim eləyə bilər ki, məndə filan sənədlər var, daxili idarəetmə sistemim var, tikinti idarəetmə sistemim var, təhlükəsizlik sistemlərim var, belə deyək, daha bina tikilib bitdikdən sonra, çünki siz bilirsiniz ki, binanı tikib onu yekunlaşdırmaq bir mərhələ deyil, sonraki mərhələdə onu idarə etmək, onu düzgün və təhlükəsiz baxımdan idarə etmək. Yəni idarə etmə mexanizmi biraz ümumlaşır, söhbət təhlükəsiz idarə etmədən gedir ki, bu da hansı ki beynəlxalq normalarla və beynəlxalq standartlarla tənzimlənir. Təşəkkür edirik Məhəmməd bəy. Tamaşaçımıza da təşəkkür edirik sualı üçün. Mən istərdim artıq işin təmir tərəfinə keçid alaq. Çünki gördüyümüz mənzərədən sonra təbii ki, bu hal yaşanıb. Həmin bu mənzərə fonunda biz orada təmir işi apara bilərik ümumiyyətlə. Əhməd bəy, mən istərdim sizin fikrinizə alaq. Onun üzərindən gedən istənilən proses, istər malyar işində olsun, istər izolyasiya işində olsun. Yəni bu proseslər hamısı ovalanıb bir müddət sonra töküləcəkdir. Amma daha detallı məncə Əli bəy daha düzgün cavab verər. Çünki davamlı təmir işindədirlər. İşin son nöqtəsinə qədər gözəlləşdirən Əli bəydir. Bu evi qaba biz təhvil veririk. Əli bəy gəlir oranı gözəlləşdirir. Yəni son hala gətirir. Əli bəy, o zaman keçid alaq sizə. Əhməd bəygilin verdiyi keyfiyyətli betonlar olduğu təqdirdə, yəni bizim işimiz əlbəttə ki, aparıla bilər. Amma sizin gördüyünüz mənzərədə heç bu sual məncə olmamalıdır ki, biz bunu davam elətdirməməliyik. Yəni bu heç bir baxımdan düzgün deyil. Çünki orada böyük bir problem var. Biz orada hündür mərtəbəli binalarda ən riskli proses nədir? Yəni zəlzələ baş verdiyi zaman yaranmış betonda çatılar falan, yəni burada beton ovulub tökülür. Biz onu bəzəyib hər hansısa bir gizlətməklə həm vicdani baxımdan, həm də iş baxımından heç cür müqayisə olunması bir iş çıxmaz da orada. Ona görə də ilk öncə problemi aradan qaldırmaq lazımdır. Yəni biz onu gördüyümüz təqdirdə o demək deyil ki, o proses, o bina apar-tulla olur. Xeyr. Yəni onu da yenidən qəlibləmə prosesi yaradıla bilər. Ola bilər hündürlüyə girə bilərik, hündürlük daha da aşağı düşə bilər, amma orada təhlükəsizlik işləri görülüb, davam edilə bilər. Təhlükəsizlik işləri, bərkitmə işləri başlanıla bilər. Bəli. Bir mənzildə. Amma ümumi yoxlanılma Məhəmməd bəyin bayaq dediyi o hansı ki ölçü cihazları var idi. Onunla bir ümumi yoxlama aparılsa daha yaxşı olar məncə. Hətta mən bir şey deyim, əslində bu tipli məsələlər mən güman eləyirəm ki, bir çox MTK-larda var və bunun gələcəkdə də olması ilə bağlı heç kim zəmanət vermir. Burada əslində o sifarişçinin belə deyək də o halda xoşbəxtdir ki, ustası bildirib ki, sənin betonun ovulub tökülür. Çünki usta və yaxud da hər hansı bir tikinti firması o prosesi çox rahatlıqla necə deyərlər, üzləyə bilər. Yəni orada biz kosmetik işlər görə bilərik, elektrik işləri görə bilərik, santexnik işlər görə bilərik, kafel, metlaq vurduq, hər birini təhvil verdik, evi sifarişə təhvil verə bilərik və bizim bununla bağlı təmir şirkətinin ümumiyyətlə öhdəçiliyi yoxdur. Öhdəliyi yoxdur. Müqavilə üzərində o yalnızca proses zamanı təhlükəsizliyə belə deyək, məsuliyyət daşıyır ki, orada ustası, əməkdaşı, ona nəzarət edən müfəttişi hər hansısa bir zərər görməsin. Amma ümumi olaraq təbii ki, bu məsələlərdə mütləq şəkildə bütün ustalar, bütün tikinti şirkətləri ümumi olaraq bir məsuliyyət daşımalıdır. Çünki heç kim istəməz ki, gördüyü işdən sonraki mərhələdə orada insan həyatına belə deyək də son qoyacaq bir proses olsun. Təşəkkürümüzü bildiririk Məhəmməd bəy sizə də və düşünürəm ki, bugünkü mövzuna bağlı kifayət qədər tamaşaçılarımızı bilgiləndirə bildik. Çünki əslində siz bayaq dediniz, həmin usta orada hansısa bir işi icra edə bilərdi. Yəni mövzunu açmadan, çəkib onu paylaşmadan işini apara bilərdi və pulunu qazana bilərdi. Əslində buradan düzdür, usta bizim dəvətimizi qəbul edib burada iştirak etmək istəmədi bəlli səbəblərə görə. Amma Ceyhun ustaya da təşəkkür düşür. Salamlayırıq buradan da, yəqin ki bizi izləyir hazırda. Və mövzuna bağlı kifayət qədər fikirlər səsləndirildi və düşünürəm ki, bundan sonra vətəndaşlarımız da istər mənzil alarkən, istər o mənzildə təmir prosesi apararkən müəyyən mövcud nüanslara diqqət yetirəcək və sizin dediyiniz
belə deyərdim də, fikirlərdən bir nəticə çıxaracaq. Proqramın əvvəlindən biz anonslarımıza da təqdim etdiyi məlumat da verdim. Elə bizim rubrikamızın məqsədi də odur ki, inşaatda istər təmir prosesi zamanı, istərsə də tikinti zamanı mövcud ustaların yol verdiyi səhvlər olsun və işin aparılarkən, ərazidə iş aparılarkən yol verilən səhvləri aşkarlayaq və vətəndaşa bu haqda bilgi verək. Odur ki, ilk sujetimizi, ilk proqramımızda elə bu mövsümdə sizə təqdim edirik əziz tamaşaçılarımız və qaynar xəttimizi də izləyirsiniz. Siz də evinizdə təmir gedirsə və yaxud da ki, istər yaşayış obyektinizdə hansısa bir iş prosesi həyata keçirirsinizsə, yoxlama üçün bizə müraciət edə bilərsiniz. İzləyin sujetimizi, qayıdırıq studiyamıza. Biz bugün yoxlama rubrikasında Sumqayıt şəhərindəyik və vətəndaşımızın istəyi ilə məhz köhnə tikili binada evdə təmir prosesini çəkib sizə təqdim edəcəyik. Hələ ki, ustaların xəbəri yoxdur. Vətəndaş bizə müraciət etdi ki, məhz evimdə təmir işi aparılıb, amma işin keyfiyyətini öyrənmək istəyirəm, bilmək istəyirəm. Biz isə təbii ki, proqramımızın mütəxəssis ekspert qonağı ilə Bəhruz bəy ilə bərabər məhz bu mənzildə yoxlamaya start veririk. Ustaların işi buradan bəllidir, gördüyünüz kimi. Ustaların iş gördüyü ərazi hər zaman təmiz və səliqəli olmalıdır, amma təəssüflər olsun ki, burada bütün zibillər məhz ayaq altındadır. ATV kanalından ustamız proqramı yoxlama rubrikasından gəlmişik. Ev sahibinin istəyinə istədik ki, məhz bu mənzildə bir yoxlama aparaq. Ustalarımız siz idiniz, düzdürmü? Özünüzü bir təqdim edərdiniz. İsmail bəy. Digər ustamızın adı nədir? Nizami. Xoş gördük sizi. Allah işinizi avan diləsin. Etiraz eləmirsiniz, ev sahibinin icazəsi var. Xəbərimiz olmalıydı da, yəni ev yəhəsi olsa da xəbərimiz olmalıydı ki, ATV-dən gəlir, nümayəndə gəlir. Məlumat verməliydi. Yəni biz icazə vermirik, yəni çəkiliş olsun. Öz işinizdə şübhəniz var, yoxsa necə? Arxayın olmanı arxayınam, yəni belə istəmirəm da çəkiliş edəyəm. Deyirəm, mən Rasiyadadır, yəni qohuma əqrabası gəlib təqdim edir. Nizami. Nizami bəy, gəlin biz mübahisəyə çevirməyək məsələni. Zəhmət olmasa bizə icazə verin, təbii ki, əsas ev sahibinin qərarıdır. Siz icazə vermədiniz, biz baxmalıyıq, işi yoxlamayıq və nəticə... Burada hansı işlər görülür, biz o maraqlıdır. Burada yəni laminatdır, poldur. Döşəmə işləridir. Bəli, divar kağızlarımız, santexnik, elektrik işlər görülür. Kermavilani, santexnik istədi belə şey. O zaman, əziz tamaşaçılarımız, mən istəyərdim ki, zəhmət olmasa, Ramin bəy, gəlin siz də içəri. Bəhruz bəy, gəlin. Bizim ustalarımız bizə müdaxilə edir, amma biz buna rəğmən, əziz tamaşaçılarımız, burada yoxlamamıza start veririk. Burada fikir verirsiniz, divarın əyriliyi də özünü göstərir. Nalişnik vurulub, yaşmaq deyək də, yaşmaq vurulub, ancaq burada dirənib, orada aralı qalıb və qapı ustası da bunu əyri kəsir. Fikir verirsiniz, yəni bu ciddi nöqsandır. Mənzil sahibi ilə elə danışmamışıq. Siz iraqlarınızı bilmirsiniz. Biz mənzil sahibi ilə elə danışmamışıq. Mayak divar çıxartmırıq. Mənzil sahibi sizə deyib ki, belə ola bilər. Bizə deyib ki, divar kağızını dəyişim, mənə qane edir. Divar düzəlməyi sizə deyib. Divar düzəlməyi bizə deməyib. Yəni biz divar... Neçə il usta işləyirsiniz ümumiyyətlə? 20 ildir. 20 ildir. Yəni 20 il təcrübəsi olan ustada belə səhvlərin olması nə dərəcə üzücüydür? Ev sahibi dedi, deməli siz bunları... Onun mən əlavə xərcdir də, mən ustalıq xərcidir. Onu mən danışmamışam axından. O mən ödənişini eləmir axından. Siz bu barədə ev yasada demişsiniz ki, divarımız əyridir, burada belə bir şey olacaq. Divarlar əyridir, deyir, mənə qane edir, mənim üçün kağızı, divar kağızını dəyişin, mənə qane edir. Yəni, bugünkü gündə belə şeylər gəlib, irasılmalıyız. Nədə avtomatlar qutusu, onu siz yuxarı qoymusunuz, sonra tabletka lazımdır ki, qoyub çıxmağa, bu burada olmaq, bəs rozetka orada nə işi var? Bu laminatı da axıra qədər vurmayıb. Onsuz da görünmür ki, qalacaq. Belə saxlamaq olmaz. Elə şeylər o Pristina deyil axı. Qüsur saymırsınız siz? Yox, qüsur deyil, o yəni paltar yolun dalında qalır da, yəni ora vurmasan da onu. Siz elə deyirsiniz, ancaq indi biz ev yası burada olmadığına görə biz bunları məlumatı verməliyik. Daha sonra nə olacaq bilmirəm. Burada məhkət meyvəlinin var.
Arkası, bax, burada kafel nəyə görə yarımçıq saxlamısınız bu farklı hissələr? Kafel 3 dənə kafel almışdı, yəni 3 belə bura gedir. Yəni pul satmıyor belə. Pul satmıyor, orada belə oluyor. Burada da bu olmaz. Bəli, bəli, bu axıra qədər tamamlanmalı. İndi burada əgər soyuducu olsaydı, deyərdik onun arxası bağlıdır, ancaq burada soyuducu olmayacaq. Belə aboy özü qəşəngdir, aboy seçimi yaxşıdır, ancaq belə müəyyən əyriliklər var, əlin altında hiss olunur. İndi bir də halda ki, usta deyir ki, bizə deməyiblər əyriliyi bizə. Gəlmirəm. Yetər də tapasınız. Yox, qardaş, bu antisanitar üstün bağlayıblar, bunlar hamısı evdən çıxmalıdır da. Artıq siz təhvil vermişsiniz. Plintusun əyriliyi görsənir. Zibillər ortalıqdadır, yaxşı, bunu da deyirik ki, indi təmizlik xidməti ayrıdır, usta xidməti ayrıdır. Amma hər bir usta öz iş gördüyü ərazini təmiz saxlamalıdır, iş gördüyü yer. Laminatı təmiz vurmusan, tökdüyü yığışdırmalısan da, orası pulsat il dəyişdin qardaş, onun zibilini yığmaq lazımdır. Sonra laminatda burada bax, məsəl üçün əyrilər görsənir, bu şuğludur, özün göstərir ki, burada balanca... Bu işi hansı usta görüb? Ustalarımızı siz görmüsünüz? Usta görmüsünüz da burada işə, hə? Gəlin zəhmət olunsa, yaxın gəlin. Konkret laminatı siz vurmuşsunuz, aboyu başqası vurub yoxdur, yəni üçünüz eyni zamanda. Yəni dəqiqliyi də göstərində, yəni görsən bu şkolların hamısı dəqiq gedir. Niyə elə hamı məsəl gedir belə pirsilə taparsın? Yəni bu dəqiqliyi də göstərir, işçiliyi göstərir, əziyyət çəkir burada. Lazımdan şeylər deyil, yox. Burada nə var ki? Yox. Burada nə var ki? Sən gəlib burada lazımsız bir hafta keç gediyorlar. Əsərlərimizlə oynamaq. Burada da göstərir ki, birisi də 0 nöqtədən gəlir, onun açılması da gedir. Kimin ki, nə əyriliyi, ona mən deyinəməliyəm. Laminatı belə fırladıb cəhmək lazım idi. Qardaş, laminatı fırladanda bu tərəfdən asılacaq. Yəni sizin o mütəxəssis kimi biliyiniz varsa, bilməlisiniz ki, o fırladanda buradan asılacaq. Yəni burada diagonal 90 dərəcə yoxdur mənzildə. Baxın, bunu belə fırlatsaydınız, necə olur? Keçəcəkdir. Bir dənə baxın, necə olur? Bax, bunu niyə üstünə qoyursunuz? İstədiniz, mənzildə 90 dərəcə yoxdur, qardaş, köhnə binadır. Panellərin hamısı əyridir, neynəməliyik? Əyrilikləri düzəltmək lazımdır. Əyrilikləri düzəltməyə mənə ödəniş edir, eləmir axı. Mənə divar kağızını dəyişməyə pul verir. Bu stıqlar birləşdirilməlidir bir-birinə. Amma aboyun qıraqları əziy olduğuna görə o üst-üstə qoyulub kəsilməlidir. Çünki o defekt bilinəcək. Gəlib onu mənə deməyəcək ki, bu əziy idi, qaytartırardıq, deyəcək ki, düzəldərdir. Mən də onu düzəltmək üçün üst-üstə qoyub kəsməliyəm. Başqa çarə əziz usta belə onda bizim işimiz və əsrimiz ondan ibarət ki, gördüyümüz nöqsanlar barədə yaxşı, pis nə varsa hamısını müştəriyə çatdıraq. Bir dənə buna bax, bu belə şey olur qardaş. Bu gipsi tökmüsünüz bura belə, buna bax. Necə olmalıdır? Nə olmalıdır? Əziz tamaşaçılar, özünüz də kadrlardan gördüyünüz kimi ustalar qapını çırpıb getdilər. Biz burada müəyyən nöqsanlar aşkar elədik. Yol verilən, yol verilməyən nöqsanlar var. Ustadan da çox şey asılıdır. Ev yəsi də ekonomiya eləmək istəyir, qənaət eləmək istəyir. Ona görə təmir bu cür alınıbdır. Siz də mənzillərinizi yoxlatmaq istəyirsinizsə, biz də ustamız komandası olaraq, yoxlama rubrikası olaraq gəlib sizin də təmənnasız mənzillərinizi çəkib, bütün nöqsanları üzə çıxarda bilərik. Təmirdən sonra yox, təmir prosesində siz çağırın ki, qarşısı alınsın. Yəni təmirdən sonra artıq gec olur, ikinci dəfə təmir eləmək isə böyük xərclərə səbəb olur. Ona görə əvvəlcədən dəvət eləyin, təmənnasız olaraq biz də gələk, çəkək, işıqlandıraq.
proqramımızın baş sponsoru VK markasıdır. Qeyd edim ki, VK markası yüksək keyfiyyətli plastikdən pəncərə və qapı sistemlərinin, həmçinin qatlanan və sürgülü sistemlərin hazırlanması və istehsalı prosesində dünya liderlərindən olan VK AG konsernin törəmə istehsalat müəssisəsidir. VK AG bazarda 1969-cu ildən çalışır. Azərbaycanda isə 20 ildən çoxdur ki, artıq öz keyfiyyətli qapı və pəncərə profillərini müştərilərə təqdim edir. İstər paytaxt Bakımızdan, istərsə də bölgələrimizdən siz də VK məhsullarını sifariş edə bilərsiniz. Ekranda nömrələri izləyirsiniz. Həm rəng çeşidi baxımından, həm də keyfiyyət baxımından bir daha xatırladıram ki, bazarda rəqibi yoxdur. Ona görə də seçiminiz elə ən etibarlı olan VK brendi olsun. Sujetimizi də izlədiniz və qeyd edim ki, artıq növbəti həftələrdə də sizdən təbii ki, müraciətləri gözləyirik. Qaynar xəttimiz efir müddətində sizə təqdim olunur. Artıq vaxt, zaman təbii ki, keyfiyyətə təminat rubrikasınındır. Bugün də proqramın əvvəlində söz verdim ki, mən tək deyiləm və həmkarım Qəmər xanım da bizimlə bərabərdir. Qəmər xanım, xoş gördük sizi də. Xoş gəlmişsiniz. Salamlayıram yeni mövsümdə. Bugün biz nədən danışacağıq? Mən istəyərdim ki, elə mövzunu özünüz açıqlayasınız. Artıq payız fəslindəyik. Qarşıdan qarlı qışımız gəlir. Ona görə düşündüm ki, bu dəfə biz biraz da kombilər haqqında maariflənsək daha yaxşı olar. Ona görə bütöv bir kombini gətirmək bugün bu qədər bizə rahat olmadı. Ona görə çalışdıq ki, əsas diqqət etməli olduğumuz kombidə olan, yerləşən xüsusi hissələri heç olmasa onun üzərindən biraz məlumat paylaşaq. Kombi seçərkən əsas nüanslara diqqət eləmək lazımdır. Birincisi, kombinin ölçüsü bizim yaşadığımız yerin ölçüsünə, mərtəbə sayına, bina evidirsə, həyət evidirsə, hətta döşəməyə qədər belə bütün bunlara diqqət eləmək lazımdır. Belə ki, həyət evi ilə bina evinin istilik itkisində belə fərq olur. Orta hesablamalara görə əsasən belə deyək də, hər 10 kvadrat metrə 1 kilovat güc hesablanmış olur. Ona görə daha yaxşı olar ki, kombi alarkən o qədər də yaxşı bilməyənlər varsa, heç olmasa mütəxəssislərə müraciət eləsinlər və evin sahəsinə uyğun ölçüdə olan kombi alsınlar. Bugün bazarda en sayda kombi satışı ilə məşğul olan şirkətlər var. Türkiyə istehsalı var, İtaliya var, Çin var, yəni hər ölkədə demək olar ki, var. Tamaşaçılarımıza da maraqlıdır. Ümumiyyətlə, kombi istifadə olunan zaman ən tez sıradan çıxan detalı hansı olur? Esenjur. Deyərdim ki, bir çox hissələri sıradan çıxa bilər. Amma ən əsas hissələrdən biri bu ana esenjurdur, bu bala esenjur deyirlər. Əsas bu esenjurun fərqi nədir? Daha doğrusu qiymətin qısalmağının bir balaca bir sirlərini deyim. Bunların özünün standart ölçüləri var da. Məsələn, 24'lük əgər kombidirsə, 24'lükdə bunun uzunluğu heç olmasa 23 cm olmalıdır. Amma bunu biraz aşağı qiymətə verirlərsə, təbii ki, bunların uzunluğuna dəyirlər, qısaldırlar. O 23-dən bir 5 kəsirlər olur, haradasa 18 cm. 18 cm isə o gücdə olmayacaq axı. İstər-istəməz bəli, yavaş-yavaş başlayır, problemlər yaşanır. Sonra qaz valfının burada çox böyük önəmi var. Bu motorun burada çox önəmi var. Bəli, bunların hər birinin içinin mis, bronza olması çox önəmlidir. Çünki bunlar həm alüminiumdan olur, həm misdən olur, həm plasmasdan olur. Təbii ki, mis içili olan esenjorlar daha uzun ömürlü olurlar, daha keyfiyyətli olurlar. Sonra orada şamların sayının çox olması çox önəmlidir. Şam sayı çox olanda qaz sərfiyyatına, istilik itkisinin itməməsinə səbəb olur. Kombilərin özü qədər, içi qədər yerləşmə mövqeyi də çox önəmlidir. Çünki onun bir çıxartdığı qazlar ki var, onların çölə sovrulması da, yəni qapalı yerdə qalmaması da kombinin işlənməsinə çox təsir edir. Təşəkkür edirəm Qəmər xanım sizə. Az da olsa məlumat verdik. Düşünürəm ki, tamaşaçılarımız üçün sizin qeyd etdikləriniz faydalı məlumatlar olacaq və onlar da artıq kombi seçimi zamanı artıq qarşıdan payız-qış mövsümü gəlir. Məhsul olarkən nələrə diqqət etməlidirlər, az da olsa məlumatları oldu. Və yeri gəlmişkən mən nümunələr üçün, hissələri bizə verdiyi üçün, təşkil etdiyi üçün iService şirkətinə və Sərxan bəyə istəyirəm buradan təşəkkür edirəm. Təşəkkürümüzü bildiririk və salamlarımızı da çatdırırıq, minnətdarıq.
Belə əziz tamaşaçılarımız, artıq proqramımızın sonuna gəlib çatdıq. Ekspertlərimizə təşəkkürümüzü bildiririk və Qəmər xanıma təşəkkür edirəm ətraflı məlumatlar üçün və bir daha alqışlar istəyərdim sizdən. Çox sağ olun. Və düşünürəm ki, bugünkü verilişimiz vasitəsilə bir neçə mövzuna bağlı tamaşaçılarımızı bilgiləndirə bildik. Sonda bir təşəkkürüm də olacaq. Təbii ki, saç düzümünə görə məsələn, Mərkəzi Plazada yerləşən Centilman Kişi Salonuna və dəyərli dostum Elnur bəyə təşəkkürümü bildirirəm. Əziz bəylərimiz, siz də fərqli saç düzümlərinə görə müraciət edə bilərsiniz. Bu həftəlik sizinlə sağollaşırıq. İnşallah qismət olarsa, növbəti həftə yenə dəyişməz saatımızda və Baxımlı kanalının efirində ustamız proqramı evlərinizin qonağı olacaq. Odur ki, gələn həftəyə qədər özünüzə yaxşı baxın.